Hey, bu gün məndən istədiyiniz ilk 2 adlı onların videolarına baxacağıq. Yorumlarda məndən bayağı istəmişsiniz. Mən də bu gün baxacağam. Bu arada videolarını arada bir görmüşəm, amma taş falan eləmirəm də. İndi sizlə bir yerdə deneyimləyəcəm necə videolar çəkiblər, nələr ediblər. Görək bizi güldürə biləcəklərmi ya da maraqlı videolar çəkiblərmi? Nə deyir? Taktik deyəndə də qardaşımız da. Sənə zəng eləyir. Sevda değil o. Məzələrsən sən məndən Sevdadır da. Sevda değil de Süleyman'dı. Dolamısan sən məni. Sevda yazan adam nətər Süleymandır? İnanmırsan aç bax. Alo. Alo. Salam İlkanə, necəsən? Yaxşıyam. İlkin orada bir dənə telefon verdi ona. Gözdə. O danışar. Bu necə olur ola? Sən niyə Süleyman adını Sevda yazmısan? Aha, niyə? Süleyman yazsaydın telefon gətirməyəcəydin axı. Çox məntiqlidir, hə. Çox məntiqlidir bu arada. İşte sevgimiz adımız olsa yoxlayardı. Prosta yoxdur, ana qaraq. Davay da vur, davay. Mən çox pis yerdən vururam ha. Vur da Çox pis yerdən vursa. Pis yerdən vuracağam ha. Hazırsan? Ha, hazıram da davay vur. Şəşlim yer olmayacaq ki ya. Kluba görə evlənmişəm. Mən belə bir şey gözləmirdim. Mən tamam başqa bir şey gözləyirdim. Aga be. Sən pulun var kasıb. Yaşlı axırda. Yalnız ki, mən də elə bildim vurub xədim edəcək. Mən də elə başa düşdüm bu arada. Bu nədir? Sınaqdan uğurla keçdi. Qabağıma baxdı. Başa düşmədim. Ay zibil. Sən bu qədər Qardaş qabağıma bax da görmürsən sənədləri. Ağac sağ ol olar, tapdın. Çox qəşəng fırlatdı ya. Bir şeylər gör narahat eləmə. Usta fırladıcı. Siz vəziyyətdə necə çıxmısınız? bülbanı qoyar. Mamamın adı da pisdir. Kimlə danışsan ha? Rəfiqəmdən. Ver bura görüm. Ver bura. Nazlı. Bir ses çıxaracaq. Rəfqən də az. Alo. Alo, Nazlı, bunun indi işləri var, birazdan danışarsınız. yaxşı, yaxşı. Oyda qəşəngdir ha. Bacarıq var. Qabları yox. Deyirəm sən tur qabları yox. Dərəsi deyildi bu. Nazilə. Təzdən yürü. Alo. Alo, Nazilə, sən səsindən xoşum gəldi. mənim də Oy, səndən xoşum gəldi. Sən Nazilə, Nazımə qurban ol. İyi elə Demet Ali. Nazilə. Kimlə danışsanız? Rəfiqəmlə danışıram. Telefonu ver bura vapşe. İyi deyirsən. Ver bura. Gəl ha. Alo. Kimdir danışan? Züleyxa. İşi var birazdan danışarsın. Nə baş verdi la? Bildir işlər içinə belə girdi də, yəni başa düşsən. Belə girdi. Ya qaqaş həm qızı, həm də qardaşım fırladı. Kişilər yemək bişirəndə gözlədiyi. Sən mənə yemək pişirmişdin. Sən əziyyətimi çəkmişdin. Şöyle qadoşunu almışdım. Başına dönmüşdüm bunun. Ay Allah. baba bu yoldaşına yemək pişirdi. Hangi sən pişirdin əlləri? O yüzden bir yazmış sana korktum ya benim kakaşı infarkt verir. Diğer fikrini yayındır. Var diye. Biraz jet sattı öyle bir kakaşı. 100. lovarı jet sattı. Biraz şu ilçeli ahırda ulti attı. Diğer dalaşmak istiyorsan. Şunlar yüz. Mesajlaşdığın Nərgiz, adının qabağında qırmızı ürək olan Nərgiz. Xalam qızı da toyuna getmişdi yadında. Hə, doğrudan mən də onu çox istəyirəm. Dalaşmaq istəyirsən? Sən xeyr ola mənim telefonumu qurdalayırsan. Evliyyə sən mənim söhbət var. Telefon mənim şəxsi əşyamdır. Toxuna bilmərsən. Mən toxunmayım, sən də get cəmaatın qızı ilə mesajlaş. Cəmaatın kızı. Özüm bilərəm kimlə danışıram, nə danışıram. Səni xıncım eləyər. Qorxdum ay mama. Güzeldi. Hə, çox sağ ol. Değmez. Gəlin də telefonumu qurdalayanda qohumlarımın adını əzbərlə. Bir de yazmış ki adam xalası qızına ürək koyar. Zarafasızdan ben de orasını fikirləşirdim. Xalası qızına niye ürək koyur bir adam? Romantika qatili. Nə uşaq? Neyirsən ki? Şoğa baş zilli yemək özün. Ay zibit get oyunumu oyna da la. Televizoru düzəltmək lazımdır. Burası az xarab olub bunun. Şunur çıxıb. Salam. 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 Aha.
Evə keçə bildiniz? Hə, köçmüşük. Vaxtın olanda gələrsən. Gələrəm. Ne oldu Sən ki? yeyili kobudlarsa biraz mədəni oldu. Mən evli adamam, mən niyə salam verirəm? Qızın xətrinə dəydi. Ne görmürsən küsü çıx. Ben ilk sefer bir kızın böyle bir şey dediğini eşittirəm. İndi ona salam verseydi, Qalib teyzət için niye salam versin cəmaatın qızına? Getdi. Bir də belə eləmə, xahiş eləyirəm. Aycan həyatım. İlkin hardasan, neçə saatdır yoxsan? Heç Aysel'lənəm. Aysellə nə işin var? Ha, demədin Aysel'in xətrinə dəymişəm. Mən də onu gətirmişəm restorana ki, kəndin alım, hə? Buradan da aparacağam şirin pambıq yeməyə. Yox, dondurma yeyərik. Dondurma yeməyə aparacağım, hə? Hə, Aysel. Bunu istirdin, bunu istirdin. Görsən istədiyin oldu. Salam xanım, bu neçədir? Tamam, 5 manat. 2 dənə götürürəm. 55 manat. Necə 55 manat? Bir dəqiqə izah eləyərəm. Yəni biri 5 manatdır, düzdür? 1 5 manat, 2 5 manat. Neçə oldu? 55 manat. Yaxşı, onda bir dənə Ha, alıram. onda deməli çıxırıq bir dənəsinin qiymətini. Olur 50 manat. Onda almıram heç birini. Sağ olun. Ağa qardaş hara gedirsən deyə pulunu verir. Heç nə almırsansa, birinin də qiymətini çıxırıq, 45 manat ödəməlisən. Mən sizdən heç nə almıram. Mən niyə pul ödəməliyəm? Riyaziyyat belə deyir. Yaxşı, onda ikisini də alıram 55 manat. Hə, ikisini də alırsınız onda deməli biri 5, ikincisi də 5. Neçə oldu? 4555 manat. Ödəyin zəhmət olmasa. Nətər də yəni, niyə də yəni, niyə? Xanım, bir dənə kömək edə bilərsiniz zəhmət olmasa. Ayzım, həyatın ən böyük səhnə Həyat yoldaşımı axtarıram, tapa bilmirəm. Bir dənə başınızı çiynimə qoysaz. Oy zibil. Çox sağ olun, təşəkkürlər. Mən elə bildim var ha. Nəsə idman haqqında bir kömək istəyirsiniz. Gedəbilsən tamam başqa söhbət imiş. Bunu da götür. Ona bildirim. Heç nə. Nə mesajı idi o? Heç nə neyinirsən, nə olur? Ver baxın. 100 manat verirəm, baxma. Telefonu ver bura. 100 manat verirəm, oxuma da baxma. 100 manatı nə edirəm? Telefonu ver. 200 manat verirəm, baxma. Telefonu ver bura. İsmail 300 artist deyil. manat verirəm, baxma. Telefonu ver. 1000 manat verib baxmaz. 500 manat ver. Baxma da, baxma, bax. Dayan. 1000 manat verirəm, baxma, oxuma. Da 1000 manat. Ya zordur sən o 1000 manat. Məncə götür. 1000 manat Nədir? yaxşıdır məncə. Trend yolun bildirişi. Güvənmirsən sən mənə? Məsələn artist deyil, bir şey deyirəm də. Televizyon reklamı bir dənə çox da şey deyil. Televizyon bilməyən var. Nə bilim, bildirişi səsini açıq qoymarsan, əgər elə bir şey də varsa, əgər taktika verirəm də güvənlidir ki, özümə elə şeylərdə çox başım çıxır axı. Anaların şəxsi həyata hörməti. 5 manat almışam. Yaxşı da 5 manat. Ha. Tükür zadı söşülmüşüm. Əşi yox, nə tükür tökülmək. 4 dənə 5 dənə aldım. Birini qayınıma, birini ona, birini buna azada verdim. Hələ kəldiyə turmuş da almışam. İkinci onlara da baxam. Elə bilmə əlindəki göstərəcək. Çox zor idi amma bu video çox qəşəngdir. Xoşuma gəldi. İlkənə bəyə uşaqlar zəng eləmişdi. Dedilər həftə sonu oğlanlarla gedək İsmailliyə. Mən də dedim ki, hara İsmailliyə gəlim? Mən evliyəm, mənə çağırmayın. Mən ailəvi getsüz bəlkə gələrəm. Sonra mənim üzümə zadıma ad boy verdilər, getdilər, dedilər ki, Yaxşı sıyırdın ha. Prosta mən bir şey başa düşmürəm. Görürsən evlənəndə həqiqətən belə olurlar. Çünki həyatdır da qardaş bu. Həyatı yəni hamısız ondan keçmək mövzusu deyilsən ki, yəni dostların da var, başqa həyat da var. İnşallah belə deyillərdir də yumora vururdulardır inşallah. mən gəldim. Hardasan bu vaxtacan? Şaxta baba, şaxta. İlkin. Fəqanla idi. Bu arada sənə bir söz deyim. Hardasa bu vaxta zəlləyəndə mən də o ağlıma gəldi. Harda olasan? Fəqanla idi. Əlbəttə fəqanlar idi. Kimdən olacaq başqa? Sən nə şey görürsən sən bu gün? Fırlatma məni. Fırlatmıram da, bir dənə gəşəşə çəkdir, görür bu. Ayten kimdir? Kim Ayten? Fəqanla deyil mi? Aytenlə dedim. Mənə yalanlarsan bayaqdan. Sən telefonunda bax! Ayda. O görürsən, mən bir şey maraqlı. Həqiqətən görürsən evləndə bu qədər qısqanc olurlar. Çox maraqlıdır həqiqətən. Görərsən olurlarmı? Yəni nə bilim, güvənmədiyin bir insanla niyə evlənsən? Belə şeylərdə güvənmirlər yəni bir-birlərinə. Mən çox maraqlı şeydir. Bu da videodan əlaqəsiz danışıram ha. Yəni görürsən həqiqətən beləmi olur, yoxsa yəni çoxmu şişirdirlər? Güvən dolu ana qız münasibət. Şüməyibsən. Telefondan kimlə danışırsan az? Heç nə, rəfiqələrimlə danışıram. Bala, day sən böyüyübsən, yekə qız olubsan, biz də ana balayıq, mənə hər şeyi denə. Bir daş atda, bir daş üstə, heç kimə deməyəcəm, heç kimə. Doğrudan? Hə də bala, hə də mən sənin anam. Mənə deməyib kimə deyəcəksən? Bir dənə təzə tanış olduğum oğlan var, ondan danışıram. Cep bütün abi. Pozğun olubsan, sən küçük qız olubsan, sən atı deyəcəm, ayaqlarını qırsan. Hara getsən, can! Bir-birlərinə oxşamış, get qablar yox, get sən bir də telefonla danışır. Bana belə bir şey gözləmirdim həqiqətən. Elə bildim ki, biz siz də olacaq. Anasına danışacaq, sonra gedəcək başqalarına yayacaq. Elə bir şey fikirləşdim. Belə şey gözləmirdim. Buna qəşəng taktikadır. Yaman yoxlamaqlar qızların üstündə. Tez-tez tualetə gedən balıq hansıdır?
Axşam gedirəm uşaqlarla PlayStation-a. Bilirsən ki, səhərə qədər oynayırıq. Səhərə qədər mənə zəng, mesaj, nəsə yazarsan. Obşim, mən səhərə qədər narahat eləmə bildiyinə. Deyə bilərəm uşaqların yanında. O əylə stola vurmaq olmadı. O hə, o mən də hiss elədim. Ağ elədim biraz. Hə, biraz artıq oldu. Onu dəyişdirək bəlkə, hə? Başa düşdün ha? Az da tərbiyəsiz söz. Tərbiyyət sözdür ya. Sözdür. Olmaz, ayıbdır. Çoxum da mən. Nəsə mən oranı özüm həll eləyərəm. Çünki qalan yeri ilə problemi yoxdur ki. Yaxşı. Tamam. Gedə bilərəm də. Çıxmamış uşaqların qımını təmizlə. Hə, yaxşı. Uşaqların qumu tabii ha? Uşaqların qumu? Ne? Benim yanında bir an dedim uşaqlar niye qum ayırır? Pişik olmalıdır. Pişikler var onları uşaq kimi bakırlar. He. Oy sonra neyse bize yazı ver. Neyse yazı vermezsin gözlemezdim ben. Lakin bu çay şirin değil. Bu dəqiqə həll edirəm, narahat olmayın. Danışmaq istəyirsən? Bilməmişdim sən çay istəyəndə şirin çay vermək Ben lazım. kim biləcək sən bilməyəsən bunu? Ha, Nostradamusam mən. Nostradamus nedir bu arada? Aşpaz değilim ama yeməkləri pişirirəm. Bax, başıma qalx. Qalx, başıma vur təpəmə. Baxmırsan indicə. Şirin çay istədir, şirin çay istəyirəm. Sən başa düşən olar ki. Ya zəhərlə azdır. Belə münasibət istəyirəm desəm ya olar. İstəmirəm belə münasibət. Sən kimsən? Nərmin hanım? Mən qardaşım, narahat olmayın, hər şeyi onun kimi eləyəcəm. Yaxşı, mən gedirəm. Nərmin gələndə gələrəm. Salonun qabağındakı qırmızı Porsche-ni gördün? Tutalım ki, görmüşəm. Xəbərin var kimindir? Kimin? Təzə qız gəlmişdi keçən ay, Fifçika, Fida, ondur. Bilirsən kim alıb? Kim alıb? Buranın sahibi var ya, Nigar xanım, onun əri. Amma məndən işləmir. Doğrudan, danış görməsən. Deməli, bunları bir həftə qabaq eyni yerdə oturanda görüblər. Qadınların necə deyim, qırmızı çizgisi, qeybət. Biliyorsun niyə kəsildi video? Çünki baxırdıq da sonra nə oldu? Bu nədir la? Yaxşıdır belə. Hə, bax belə əla. Əlindəki nədir? Eurox'da səssiz aldan. Gəl daha qəşəng verəcəm. Mən evliyəm. Gedə bilərəm. Hə, amma mən zəng elə. Yaxşı, çatım zəng eləyərəm. Yox, indi zəng elə. Qanisən buna deyirlər ha sonra. Mən evliyəm. Gerçi sadə bir şəkildə ona nəsə başqa bir şey eləyənlərə də pis gözlə baxanları mən evliyəm deyə uzaqlaşdıra bilər. Tabii bilirəm yumor üçün deyirlər, bilirəm zarf deyirəm. Günel get bas bayrada Günel. Kişilər niyə az yaşayır? Əlinə verəcəm. Hep şey eləyəcəm ki, şaşırmışdın sən. Verməyibsən, ver mən eləyim. Düz elədi amma. Narahat olma. Bayaq səndən zəng gəlmişdi. Canım qırmızı ürək yazılmışdı. O kim idi? Ay zibil. Anam. 100%. Ha. Nə yazmışdı? Baxarsan öyle. Başım bıraksana, sen üz kırkmadan get bu şeye, işe. Her neyse inşallah bu video bu kadar iyiydi. Gelecek videolarda hansı blogerin videolarına bakmamı istersen onu yorumlar kısmına yazmayı unutmayın. Gelecek videoda görüşmek üzere, sağ olun.